və insan faktorunu qabartdınız yenə ki, elə din insan üçündür. 100%. 100% din insan üçün. Əgər insan olmasa, dinin heç bir əhəmiyyəti, ümumiyyətlə din anlayışı yoxdur. Bəzən deyirlər din müqəddəsdir falan. Bəli, din müqəddəsdir ona görə ki, Allahın peymanıdır insanlığa. Bu cəhətdə müqəddəsdir, amma din insan üçündür. Məsələ Allah üçün insandır. Bilirsiniz, din insan olmasa dinin heç bir anlamı yoxdur. Allah insan üçün, insanın şərafətinə, potensialına baxıb, onu aktuallaşdırıb dünya və axirət xoşbəxt eləmək istəyir. Dünyada müvəqqətidir, fanidir, amma axirətdə baqidir. Onu təkmilə çatdırmaq üçün bütün hər şey bunun üzərindədir. Bilirsiniz, mən həm də nəyi demək istəyirəm? Bilirsiniz, bəzən dinə və yaxud da Allahın işinə belə bir fövqəl təbii, qəribə bir senari kimi baxılır. Ki, məsələn, Allah elə bir ki, özünün qəribə bir senarilər var. Bir dəfə maraqlı bir varlıq gələcək, hər kəsi dünyanı əl alacaq, mistiklik. Əslində bu mistiklik deyil, bilirsiniz? Allahdır da bir dəfə bir mistik belə eləyəcək. Bir dəfə məsələn Musa peyğəmbərə əjdahanı göndərir möcüzə kimi. İsa peyğəmbərə falan. Bunlar Allahın öz qüdrətinin nümayişi deyil. Məcbur qalır. Peyğəmbər göndərib ki, mənim adımdan söz danış. İndi bir dəfə bu onun adından söz danışanda necə bilsinlər ki, o Allahın insan olaraq nümayəndəsidir. Onu da insanların başa düşürsünüz necə? Yəni insanların anlayacağı bir yolla ona başa salır. Yoxsa nəinki Allah Allahdır deyə düşünür, hərdən bir zamanda bir işlər görür. Vallah bu hansısa bir qeyri-adi senari deyil. Bəs nə etmək lazımdır ki, bunu başa düşür? İnsan bu ana xətti biləndən sonra heç bir qeyri-adilik qalmır. Möcüzə belə. İmam Zaman əleyhissalam, Məhdəviyyət, xilaskar, həmən dönəmdə Allahın xüsusi bir köməyi və yaxud da ki, ümumiyyətlə belə bir etiqadım vardı. Ümumiyyətlə heç kəs bunu inanmır. Çünki dünyada heç vaxt belə bir şey olmayıb. Nə olsun, etiqadı cəhətdən bunlar bütün dinlərdə var. Nə olsun var. Amma bəzi sekulyar düşüncəli insanlar, dinə çox da etiqad olmayanlar deyirlər ki, bu dinlərin dediyi, ümumiyyətlə dinin özü bəzən fikirləşirlər ki, insanların emosiyasından doğan bir şeylərdir. İndi hələ var, yoxdur. Bir dəfə deizm gəlir bir söz deyir, bir dəfə. Amma Allahın bu insanlar barədə nə etmək istədiyini biləndə görürsən ki, bu hansısa qəribə bir senari deyil. Bu hansısa qəribə bir mistik bir şeylər deyil. Bu elə gedişatdır, belə olmalıydı. Qüdrəti var, insan üçün məcburdur ki, müəyyən zamanlarda müəyyən şeyləri eləsin. Belə baxanda din sadələşir. Din həyatın bir parçasına çevrilir. Din insanlığın, belə deyək, getdiyi yolun bir tərəfidir. Ondan daha möcüzəli bir məsələ insanın özünün varlığıdır. İnsan ona öyrəşib deyil, sonra möcüzə baxmır. Ondan başqa bir şey, 2 nəfər insanın birbiri ilə ailə qura bilməsidir. 3-cü bir kəsin dünyaya gəlməsidir. Vallah, billah. Bugünkü möcüzəvi şeylər o qədər ki, texnika falan, insan onun fərqində deyil. Niyə? Çünki onun yaşayışın bir tərəfi hesab eləyir. Amma digər Allaha aid olan müəyyən şey olsa, İbrahim odda yanmadı. Musanın əsası belə elədi. İnterneti sən fikirləşəndə, nə bilim, onları fikirləşəndə, insan yaradılışını fikirləşəndə, insanın başqa bir insanı dünyaya gətirməsi fikirləşəndə, bunların hamısı daha artıq möcüzələrdir. İsa'nın, nə bilim, adam sağaltmasında. Misal üçün deyirəm mən bunları. Amma yəni məsələ nədir? Məsələ budur ki, dinşünas olmaq lazımdır. Məsələ budur ki, din nə demək istəyir, Allah nə demək istəyir? Fövqəl təbii bir varlıqdır və başlayır özündən hər gün bir şeylər qurmağa, o peyğəmbərə bunu, bu peyğəmbərə bunu özünü isbat eləmək üçün qəribəliklər, möcüzəliklər sevir. Gündə belə maraqlı şeylər, nəuzubillah. Özüm belə səmimi danışıram. Bəlkə də bunu elmi danışıqlar deyil bunlar. Amma istəyirəm ki, bilirsiniz, zihniyyətdə din barəsində bəzi stereotiplər var ki, bunlar aradan getməlidir. Elə onlar olmur deyə. Bilirsiniz, keçən dəfəki söhbətimiz yadıma düşür. Orada biz deyirdik ki, siz yadında da sual verdiniz ki, bəziləri ora bir mistik kimi baxırlar və utopik bir şey olacaq. Bəzən qınamırsan. Çünki belə görsənir də. Çünki məsələn hələ biraz indi gələcəkdə o barədə danışsaq görəcəyik ki, orada doğrudan da Allahın bir xeyli köməyi olacaq, möcüzəvi şeylər olacaq da müəyyən. İnsan fikirləşir ki, Allahdır da, indi bir dəfə də orada qüdrətini göstərəcək, bir dəfə də burada belə eləyəcək. Amma belə deyil. Belə deyil. Hər şey gedişata uyğun şəkildə baş verən bir təbii proseslərdir. Möcüzə axtarırsansa daha realları var. Daha real möcüzələr bu dəqiqə sənin gözünün qabağındadır. Orada məsəl üçün bir yeri var ki, tutaq ki, yer Arabeyda çökəkliyi deyirlər, orada bir qoşun batır orada.
Buna deyəcək, bu möcüzədir, bu Allahın belə bir şeydir. Ondan daha artıq şeylər olur, aləmdə baş verir. Ondan daha artıq qat-qat məsələlər var. Yəni bilim İbrahim peyğəmbərin yanmaması, Həzrət Musanın o hadisəsi, Həzrət İsa'nın bu hadisəsi, bunlar hamısı möcüzədir. Amma elə yaradılışın hamısı başdan ayağa möcüzədir. Ona görə də elə hesab edirəm ki, insanlıq dinlə bağlı, dinin ana xəttini tutmalıdır. Buna dinşünaslıq deyilir. Bilməlidir ki, ümumiyyətlə insan kimdir? Allah insandan nə istəyir? Belə olmayanda hər şey biz Allaha tərəf aparır. Biz onun təslim bəndələri və qulları olmalıyıq. Din yəni quldarlıq bir mənada. Din yəni boyunduruq. Din yəni o varlığın senarilərini göz yumulu oynamaq. Və bu da bəndəlikdir. Kim mənim senarilərimi göz yumulu oynayacaqsa, təslimiyyət eləyəcəksə, mən ona cənnət verəcəm. Vallah belə deyil. Allah bizdən çox mehribandır. Allah bizdən danışır. Allah bizə izah eləyir. Vallah Quranda Allah bizə bir-bir izah eləyir. Belə etməyin, çünki belə olarsınız. Valideynə uf deməyin, çünki belə olarsınız. Şeytanla mənim söhbətim belə olub. Musanın qövmü də belə elədilər, ona görə belə oldular. Bütün əxlaqi məsələləri gətirib, mənəvi məsələləri gətirib. Pərdənin arxasında nə olacaq, ondan danışır. Allah bizlə bir valideyn kimi, müdrik insan kimi hər şey açıq-aşkar danışır. Biz dindən xəbərimiz yoxdur, Qurandan xəbərimiz yoxdur deyə onun elədiklərini fövqəltəbii bəşər varlığın insanlıq üçün senarisi və anlamadığımız oyunlar, anlamadığımız senarilər kimi başa düşür. Ona görə də İmam Zaman mövzusu bunların ən çətinidir axı, Məhdəviyyət. Ona görə də Məhdəviyyət barəsində belə şeylər gəzir. Bilirsiniz, sekulyar düşüncəli insanlar onsuz da belədirlər və o birisilər də ki, belədirlər. Dindarın özü, istəyir özü də müsəlman dindar olsun, bütün xilaskarı gözləyənlərdir. Hamısı nəsə bir şey olacaq, Allah bir iş görmək istəyəcək, öz qüdrətini göstərəcək Allah sanki. Ona görə də mən elə hesab eləyirəm ki, bizim dinlə bağlı təsəvvürlərimiz səhvdir. Bax, bu çox yaxşı məsələdir ki, bir dənə bəzən biz dində ziddiyyətlər görürük. Hansı ziddiyyət ki, məsələn, Allah belə demişdi, amma insan belədir axı və yaxud da bu mövzusunda belə deyir, belə. Bu ziddiyyətləri anlamırıq. Əgər dini tanımasaq, bu ziddiyyət qalacaq. Bəzən isə ziddiyyət yox, anlaşılmazlıqlar qalır. Məsələn, görəsən Allah neynəmək istəyir? Bu necədir? Bax, bu kimi şeylər insan üçün anlaşılmaz qalır. Ona görə də bu anlaşılmazlıq olmadığı sürəcə insan Allahın, belə deyək, bütün o dində deyilmiş Allahın işlərinə o qədər də belə qəribə, təəccüblü baxmayacaq. Ki, bunu cənnətdə eləyə bilərdi. Nə ehtiyac var bir dəfə bu dünyada eləsin? Bunu aparardı cənnətdə eləyərdi. Biz dedik ki, yox, bunun başqa bir missiyası var. Bilirsiniz, belə deyil ki, hikməti yoxdur. Belə deyil ki, biz təslim olaq ki, özü belə istəyib də, yəni yəqin ürəyi belə istəyib. Belə şey yoxdur. Niyə burada eləmək istəyib? Onun hökmən bir hikməti var. Belə deyil ki, nə istəyib elə. Bax, bilirsiniz, ona görə dinşünaslar bunu bilir. Quran, hədis, tarix, bütün bunların öhdəsindən gələnlər az-çox başa düşürlər ki, nə baş verir. Elə onlar bizə deyiblər də, niyə Allah cənnətə saxlamadı? Bilirsiniz, o dövləti qurmaq istəməklə. Görəsən, o dövləti qurmaq istəməklə öz qüdrətini nümayiş elətdirir ki, mən istəyirəm ki, bir dəfə belə olsun. Halbuki elə dünyasını dəyişən adam artıq Allahın qüdrətli olduğunu da bilir, dinin də zərri olduğunu bilir. Bəs söhbət buradan deyir ki, biz o qəbirdən əvvəl başa düşək. Biz qəbirdən əvvəl başa düşək ki, Allah bizdən açıq-aşkar danışır. Hər şeyi çox izahlı şəkildə, rahat şəkildə bizə başa salır. Deməli, cavabımız bu olur ki, fitrətimiz istəyirsə də bu düzdür. Zaten Allah da bizim elə fitrətimizə uyğun bir plan, proqramlar qurur bizə yaşayışımızda. Din bundan başqa bir şey deyil.